Əzizlərim, bu günləri sizə maraqlı bir əhvalat danışacağım. Sizi biraz da keçmişə qaytaracağım. Keçmiş Qasım İsmailov rayonunun Cinli Bursunlu kəndində Şair Səfəroğlu, Allah rəhmət eləsin. Şair Səfər çox savadlı adam olub. O, Moskvaya gedir akademiyada oxumağa. Və bura gələndə Azərbaycanlıların adəti kimi, bu da bir Rus qızına yaxınlaşır, deyir ki, xanım, elə sizin evdə qalım, yaşayım, akademiyanı qutarım, sonra qanuni şəkildə ailə qurub evlənərik. Qız da razılıq verir, bunların evində qalır, aradan bir il keçir. Yeni il şənliymiş, Səfər də gəlir, qız da. Birdən qız baxır, fikir verir ki, Səfərin xəyalı bambaşqa yerdə, hamı dans oynayır, deyir, gülür, şənlənir, amma bu nəysə bu xəyaldadır. Birdən qolundan silkələyir, deyir, yaxşı, bəs siz deyirdiniz ki, mənim heç kimim yoxdur. Kimsəsiz adam da bu qədər fikirləşər. İndi düzün aldı boynuna görüm, sizin kiminiz var? Nə, Azərbaycanda kimlərin qalıb sənin belə fikirləşsən? Deyirsən, kimin var? Çox darıxırsan. Qulaq as, vətəndə gör bir nəyim var. Solan gəncliyimin nişanəsində min bir çəmənlikdə bir çiçəyim var. Yapıncı çiynimdə dayanam dikdə, təkəhimə eləyə, ürkəlikdə, atı qolbənd edəm göy meşəlikdə, kebab qızartmağa bir diləyim var. Ədalət Nəsibov vura təzyana, Aşıq Əkbər İmran girə meydana, şərəf qabağında ləynət şeytana, hərdən söz atmağa bir diləyim var. Sevirəm Tiflisin buz qarpızına, qatıq dovğasının tuş yarpızına, Qarabağ mahalının təklə qızına, xurcun toxtmağa bir diləyim var. Göy otun üstündə kəsəm toxlunu, tərəkəmə yuxası Ağdaşın onu, bu qoca vaxtında Qaraçoğlunu zildən oxutmağa bir diləyim var. Apar məclislərə, apar Səfəri, çox da arzulayan daimi Səfəri, ölsə yad torpaqda qoyma Səfəri, vətəndə yatmağa bir diləyim var. Səfərə rəhmət, sizlərə uzun ömür, can sağlığı.